Ay 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 ay. Güneş çıxmayanda adamın o modu da biraz aşağı olur. Fikir verirsiniz. Elə bil ki hava biraz tünd olanda, biraz hələ Allah'a çox şükürlər olsun ki, Azərbaycanın iqlimi o cəhətdən çox yaxşıdır da mən. Yəni həmişə də deyirəm bunu söhbət eləyəndə kimlənsə ki, həqiqətən bizim iqlim insan bəlkə də psixologiyasına ən belə dinc, diri tutan hava iqlim bizdədir. Yəni küləyi də var. Məsələn elə ölkə var ki, heç həyatında bəlkə də küləyi görmür. Dünyanın çox, Avropanın özündə məsələn küləyi heç əsmir. Bizdə küləyi də var. Bir gün külək əsir, bir gün yağış. Məsələn dünən yağış yağırdı, bu gün külək əsir. Nə bilim sabah günəşli olacaq hava. Nə oldu ya bunlara ya? Arxada siqnallayırlar. O biri gün baxacaqsan ki, məsəl üçün fərqli havadır. Soğuq olacaq, isti olacaq. Yəni hər gün adamı belə dinc saxlayır da, başa düşürsən psixologiyası. Elə ölkə var ki, məsələn Skandinaviya ölkələri falan ki, konkret depressiya düşmək üçün, yəni əla fürsətdir. Amma şükür Allah bizdə təbii ki, hamının iqtisadi problemlərimiz var və s. Amma mən deyərdim ki, bəlkə də iqlim bəlkə də insanların o iqtisadi problem gəldi keçərdi, amma iqlim daimi bir şeydir də. Yəni sənin ölkəndə bu iqlim budursa, uzun müddət illər, əsrlər boyunca bu iqlim davam edən bir şeydir də. Yəni Afrikanın iqlimi bir anda dəyişmir də. Amma iqtisadi vəziyyət dəyişən bir şeydir. Nə bilim hökumətlər dəyişən bir şeydir. Bu gün bəlkə çətinlik varsa sabah bundan yaxşı olacaq. Amma çox şükür ki, iqlimimiz nəyə desən dəyər. Biraz saxlayaq daha keçsin. İqlimimiz nəyə desən dəyir həqiqətən. Mən başqa ölkələrdə də kuryer işləmişəm. Gəzmişəm, görmüşəm. Ona uyğun deyə bilərəm ki, həqiqətən bu ölkə gözəl ölkədir. Yenə deyirəm, iqliminə görə. Başqa şeyləri mənlik deyək qardaş. Mən siyasətə qarışmıram. Buradan nətər eləyək keçək qabağa. Ya da gözləyək qabağa keçməyin də bir adı yoxdur dəqiqə. Hansı qabaq boşdur. Gözləyək svetofor yansın. Dövlət Pantomim Teatrı. Burası istəyəsən işləmir. Siqnalsız günümüz olmasın. Bu təlim maşınıdır deyə çox sıx boğaz eləmək istəmirəm onu. Solundan keçim gedim. Mən özüm də maşın sürməyi bu arada deyim biləsiniz, təlim maşında öyrənmişəm. Mənim atamın maşını yoxdur deyə getdim hamı kimi təlim, hansı bir təlim şirkətinə və ödəniş qarşılığında mənə sağ olsunlar maşın sürməyi öyrətdilər və həmin formada da getdim Xırdalanda imtahan verdim. Həm yazılı imtahan, həm praktik imtahanı çox rahatlıqla verdim və sürücülük vəsiqəmi aldım. Yəni ümidsiz olmayın. Yəni əgər varsa aramızda mən özüm verə bilmərəm. Ay yox, suallar çətin düşür. Ay yox, mən yezdadan kəsilərəm. Yəni 100% əminliklə deyirəm ki, nə qədər də pis bilsəz, nə qədər də pis sürsəz, məndən pis bilə bilmərsiniz, məndən pis sürə bilmərsiniz. Mən keçmişəmsə siz də keçəcəksiniz. Yəni burada qorxulu heç nə yoxdur. İkincisi də ki, keçməyəsən o bir imtahan var. Yenə var. Lazımdır 50 dəfə ver imtahan. Amma öz gücünlə, öz əziyyətinlə al o vəsiqəni. İnan ki, yəni onun yerini heç nə vermir. İnsanın öz əziyyəti ilə qazandığı o vəsiqənin yerini. Nə var gedərsən bəlkə müəyyən bir nəyinsə qarşılığında o pravanı yenə də alarsan. Amma ən azından insan özü özünə sübut eləyir ki,
Bax, mən bunu bacardım. Mən bu həyatda, yəni 3-5 nəfərin içində seçilirəm. İnsan arada bir özünə bunu şey eləməlidir. O sübut eləməlidir, başa düşürsünüz? Yəni özünə o özgüvənini özünə qaytarmalıdır ki, 5 nəfər bəlkə o sürücülük vəsiqəsini ala bilmədi, kəsildi və ya başqa bir formada aldı. İndi oralara mən qarışmam, mənim maraqlı deyil. Dövlətimizin dediyinə görə təbii ki, bu ölkədə sürücülük vəsiqəsi, yəni rüşvət yoxdur sürücülük vəsiqəsində. Bu dövlətimizin dediyidir. Elə deyir, elə olsun. Mən də dövlətimizin dediyi kimi getdim, hökumətimizin dediyi kimi getdim. Sürücülük vəsiqəsini özüm aldım, oxudum, aldım. A, B aldım. İndinin özündə də məndə sürücülük vəsiqəsində A kateqoriyası var, B kateqoriyası var. Bəzən soruşurlar, niyə A, B, məsələn, niyə C yoxdur? Deyirəm, yəni mən C sürə bilmirdim. Və təbii ki, imtahan verəndə tələb eləyəcəkdilər ki, gəl bu 3.5 tondan yuxarı nəqliyyat vasitəsini idarə elə. Mən də idarə eləyə bilmirdim, ona görə də onsuz da mənə maraqlı da deyil idi. Heç mən bu dəqiqə maşın da sürmürəm. Sadəcə dedim, niyə də maşın sürməyi öyrənməyim, niyə də maşın vəsiqəm olmasın. Yəni alıramsa qoy, həm mənə o vaxt çünki motosiklet üçün mən əslində lazım idi. Amma dedim, olursa da ikisi də olsun. Çünki əsas yəni gündəlik istifadə olunan nəqliyyat vasitələri mənim üçün bu ikisi ola bilər də. Yəni 3.5 tondan yuxarı yük avtomobili mən idarə etməyəcəm. Belə balaca yük maşınlarını yenə sürə bilərəm olsa, B kateqoriyası onlar üçün də keçərlidir. Və şəhərdə məsələn gördüyümüz bir çox belə maşınların bir çoxu əslində bəziləri bilmir, amma B kateqoriyası ilə sürmək olur onları. Yəni C-yə ehtiyac yoxdur. C sadəcə 3.5 tondan yuxarılar üçün keçərlidir. İmtahan verməyim üstündən nə qədər keçib? Bəlkə bir 3 il, 4 il olar bəlkə də keçib ki, mən sürücülük vəsiqəmi oxuyub almışam. Ki, onda mən yəni işdən gəlirdim evə, oxuyurdum bir saat. 1 saat elə ki, buna vaxt ayırırdım. 1 saat, 2 saat gün ərzində. İşdən yorğun gəlirdim. Oxudum, yəni hazırlaşdım 1 ay, 2 ay, 3 ay. Özümü hazır hiss eləyəndə getdim, imtahan verdim. Vəsiqəmi aldım, qoydum cibimə. Sonra da getdim, motosikletimi aldım. Əvvəl mopedim var idi, onda sürücülük vəsiqəsi lazım deyildi mopedlər üçün. İndi lazımdır.